Türkiyədə nə baş verir və orada baş verənlərə burada müxalifət olan Ümid Partiyasının mövqeyi necədir? Mən mövqeyimi yazımda qeyd etmişdim. Bilirəm, mən də istəyirəm tamaşaçılarımız ona rast gəldiniz, gəlməz. Əvvəl onu qeyd edeyim ki, Özgür Özərin Trumpla Əkrəm İmamoğlu'nun həbsi razılaşdırılıb ifadəsi əslində Əkrəm İmamoğlu'nun özünə ziyan olan bir şeydir. O adamın həbsini razılaşdırırlar ki, o adam oranın adamı olsun. Və mən sənin adamını tutacağım deyib ondan razılaşasın. Məntiqlə belədir. Bəli. Çox təəssüf ki, Türkiyə cəmiyyəti və yaxud da Türkiyənin iqtidar partiyası buna doğru dürüst cavab, məhkəməyə cavab verməkdənsə sual vermək lazım ki, sən onun adamıydınmı, mən onun adamını tutanda ondan razılaşım. Ölkə vətəndaşını həbs etmək istəyirsənsə, burada heç kimlə razılaşmaq lazım deyil. Cinayətkar varsa, cinayət faktoru varsa bunlar həbs olunur. Yox. Bir ölkənin, başqa ölkənin adamını həbs edəcəksənsə, həm də ictimai siyasi nüfuzu olan adamı, onda o adamla razılaşırlar. Yoxsa əks halda razılaşma olmur. Məntiqdən belə alınır ki, onlar da qəbul edirlər ki, Əkrəm İmamoğlu qərbin adamı idi və onlarla razılaşıb bunu həbs edirlər. Bu məsələnin birinci tərəf. Məsələnin ikinci tərəf Türkiyədə nə baş verir? Türkiyədə cəmiyyət sindromu var, ağırlı cəmiyyət sindromu. Bu nədən ibarətdir? Türkiyədə 50'nin üstündə 1% seçici, mən minimal olaraq ifadə edirəm, yəni seçkilərin nəticələrinə təsir edə bilən seçici demokratik düşüncəyə və təfəkkürə malik deyil. Bəli, daha çox mühafizəkar. Maarifli cəmiyyət deyil, mühafizəkar cəmiyyətdir və o mühafizəkar cəmiyyətdə Erdoğan'ın tezisləri ilə, uzun illər silahlandığı tezislərlə və uzun illər apardığı təbliğatla Erdoğan'ın yanındadır. Və bir də var 50'yə çatmayan, səs 50'yə çatmayan bir seçici var. Hardasa 48 var. 48, 47, 45 nədir? Nominal olaraq bilmirəm. Və bir də bu qədər seçici var. Bu qədər seçici isə bu qafanı, bu düşüncəni, bu idarə etməni, bu təfəkkürü, demokratiyaya bu cür yanaşmanı qəbul etmir. Lakin onların hakimiyyət dəyişməyə gücü çatmır. Gücləri çatdığı nədir? İzmir kimi, Ankara kimi, İstanbul kimi böyük şəhərlərdə bələdiyyə başçılarına səsini müxalifətə verir. Yəni, demokratik hesab elədiyi və demokratik baxışa və təfəkkürə malik olan insanlara səs verdiyini göstərir. Və CHP də bunu anlayır, AKP də bunu anlayır. AK Parti də bunu anlayır ki, vəziyyət bu yerdədir. Və buna görə də CHP seçkilərə yetmədən hakimiyyət krizi yaradıb. Hakimiyyət böhranı yaradıb. Növbədənkənar seçkiyə gedib, Erdoğan'ı dəyişib növbədənkənar seçki vasitəsilə hakimiyyətə gəlməyi düşünür. Çünki normal və vaxtında keçiriləcək seçkilərdə, bayaq dedim 50'nin üstündə 1% olan mühafizəkar və demokratik təfəkkürdən uzaq olan insan hakimiyyət dəyişikliyinə səs verməyəcək. Böhran vasitəsilə hakimiyyətə gəlmək istəyir. Erdoğan isə bunların yarada biləcəyi böhranı hesab edərək Əkrəm İmamoğlu'nun uzun müddət bələdiyyə sektorunda hansısa bir qanunsuz addımlar atılmasına şərait yaradan bir xət yürüdüb, gətirib bəlli bir yerdə qanun qarşısına çıxarır. Nə qədər doğrudur, nə dərəcədə eynidir bunlar hüquqi cəhətdən cinayətdirmi, cinayət deyil, mən bu barədə bir şey deyə bilmərəm. Hər kəsin təqsirsizlik prezumsiyası var və məhkəmənin qərarı olmadan da kiməsə cinayətkar demək mümkün deyil. Və işin içində olmadığıma görə İmamoğlu doğrudan mı o yeyintilərə yol verib, doğrudan mı budur, bunları deyə bilmərəm. Amma reallıq budur, siyasi mənzərə budur ki, biri erkən seçkilər vasitəsilə böhran yaradıb, hakimiyyət böhranı yaradıb, erkən seçkilərdə hakimiyyəti qazanmaq istəyirdi. Biri isə 2028-ci ilə sakit və təlatümsüz getməyi düşünürdü. Özü də olsa komandasından kimisə versə. Buna görə də Türkiyədə problem budur. Bizim üçün üzücü faktordur Azərbaycan üçün. Azərbaycan üçün İmamoğlu mu daha çox xeyir verə bilər mi, Erdoğan mı? Çəkinmədən deyirəm Erdoğan. Çünki İmamoğlu'nun özünün problemlərə yanaşması bir 20 il bundan əvvəlin problemlərə yanaşması kimidir. İmamoğlu dünyada baş verən proseslərin hələ qloballaşma və yaxud da liberal dəyərlər çərçivəsində, demokratiya çərçivəsində baş verdiyi qənaətindədir. Yanlışı bundadır. Dünyada elə bir proses baş vermir. Fransada Le Pen seçkidən kənarlaşdırılır. Trump Amerika Birləşmiş Ştatlarında hakimiyyətə gəlir və küçələr hamısı etirazçılarla doludur. Rusiyada baş verən, mən iri dövlətləri sayıram. Çində ümumiyyətlə demokratiyadan söhbət getmir. Avropada demokratiya böhran yaşayır və s. Bütün bunların hamısının mövcudluğu bir şəraitində mən
mühafizəkarlıqdan uzaq, demokratik, azad, qlobal və yaxud da liberal bir cəmiyyət qururam deməyin özü Türkiyənin mənafələrinə olduqca böyük zərbə vuracaq. Çünki çevrə dövlətlərinin heç biri bu prinsiplər, hətta ən demokratik hesab etdiyimiz Avropa və Amerika Birləşmiş Ştatları bu dəyərlər üzərində siyasət yürütmür. İmamoğlu'nun bu dəyərlər üzərində yürüdə biləcəyi siyasət Türkiyənin özünə də, topluma da, çevrə dövlətlərinə və ən başlıcası Türkiyənin dostlarına da çox böyük ziyan vuracaq. Bu tipli dönəmlərdə 19-cu 20-ci əsrləri təhlil etsəniz, kimlər hakimiyyətdə olarkən qazanıb, hansı dövlətlər qazanıb? Məsələn, Avropada hansı dövlətlər qazanıb, Rusiyada hansı dövlətlər qazanıb, Rusiyada hansı dövlət modeli və idarə etmə modelləri qazanıb. Erdoğan mövcud dünya şərtləri çərçivəsində Türkiyə üçün və Türkiyənin maraqları üçün bugünkü baxımdan nə qədər acı da olsa, sərt də olsa, Azərbaycan cəmiyyəti demokratik dəyişim arzusunda olanlar üçün də xoş olmasa, Erdoğan ən uyğun namizəddir bugün. Erdoğan ən doğru seçimdir Türkiyə üçün. Çünki Türkiyə yaxın şərqdə söz sahibidir. Türkiyə Avropa Birliyi ilə artıq tərəf kimi masada əyləşir. Məsələn, Londonda bir masa keçirilir. Ukrayna məsələsi müzakirə olunur. Masada əyləşir Avropa Birliyi, Böyük Britaniya və bir tərəfdə Türkiyə. Halbuki o Avropa Birliyi Türkiyənin Avropa Birliyinə daxil olmaq üçün şərtlər irəli sürürdü. Amma indi masada Avropa Birliyi ilə bərabər səviyyədə oturur. Niyə? Çünki siyasətin bugün modeli və siyasətin mahiyyəti bugün milli maraqlar və dünyada yerini və rolunu möhkəmləndirməyə söykənəndə. Erdoğan da bunu çox gözəl bacarır. Yeri gəlmişkən Azərbaycanda da İlham Əliyev bunu çox gözəl, bu dövrü çox gözəl idarə edir və həm Qarabağın işğaldan azad olunması, həm suverenliyin bərpası, həm də münasibətlər sistemində yerini və rolunu. Baxın, Trump administrasiyası Azərbaycan hakimiyyətinə etimad edir. Mütəmadi əlaqələr var. Avropa Birliyi ilə bəzi problemlər yaşansa da genəldə yenə də Azərbaycandan hesablaşırlar. Türkiyə ilə Azərbaycan dostdur. Rusiya ilə Azərbaycan arasında problem yoxdur. Çin ilə Azərbaycan arasında normal münasibətlər var. Güc mərkəzləri. İran nə qədər teokratik dövlət olsa da, nə qədər Azərbaycanla münasibətdə həmişə məsafəli və Azərbaycana yönəlik də səmimi siyasət yürütməsə də, İranla da münasibətlər sistemində... Bu arada Pezeşkiyan Bakıya gəlir artıq. Bəli. Nə baş verdi ki, Xameneyi orada bilirsiniz ki, o dövlət İran icazə verir və icazə verdi Pezeşkiyana. Sıxılmış bir vəziyyətdədir. İrana qarşı Amerika Birləşmiş Ştatlarının və İsrailin həmlələri ola bilər və Azərbaycanda həm Amerika Birləşmiş Ştatlarının, həm Türkiyə ilə, həm də İsrail ilə münasibətləri var. Kim hesab edirsə ki, bu məsələdə İran təminat alacaq ki, Azərbaycan ərazisindən İrana hər hansı bir şey olmayacaq, embargolara qoşulmayacaq, məsələ bu deyil. Hamı bilir ki, dünyada İsrailin ən yaxın dostlarından biri Azərbaycandır və bu istiqamətdə Azərbaycan gizli vasitəçilik də edə bilər ki, tərəflər arasında münasibət normallaşsın və güman edirəm ki, ictimai-siyasi vəziyyətdən, Güney Azərbaycan məsələsinin içərisində olan bir adam kimi güman edirəm ki, Cənab Prezidentin bu istiqamətdə ata biləcəyi addımlarla mütləq Güney Azərbaycan ştrixi də olacaq. Mütləq Güney Azərbaycan məsələsində də hansısa addımlar olacaq ki, Pezeşkiyan prezidentliyi indiki mərhələyə qədər Güney Azərbaycan üçün nə mümkün edir? Nə mümkün edir? Yəni, bir İran prezidenti, bir ali dini şuradan asılı olan teokratik rejimin rəhbəri kimi Pezeşkiyan nə mümkün edir? Elə onun hər fürsətdə Azərbaycan türk dilində danışması, hər fürsətdə bunu vurğulaması, heç bir narahatçılıq yoxdur. Mən türk dilində bir şeir deyirəm və s. İndi maraqlıdır, bura gəldiyində Azərbaycan prezidenti ilə hansı dildə danışacaq? O da bağlı qapı arxasında olacaq. Onu da nə siz bilirsiniz, nə mən. Yox, bağlı qapı arxasında mən... Hər halda Azərbaycanca danışacaq. Hər halda Azərbaycan Respublikasının baş naziri Əli Əsədov cənabları İranda səfərdə olarkən və nümayəndə heyətini qəbul edərkən onlarla Azərbaycan dilində danışdı və Azərbaycan dilində də yer göstərdi. Sonraki danışıqlar nə oldu? O heç bir əhəmiyyət daşımır. Əsas odur ki, insan İranda olan bir xofu aradan qaldırır. Bunu hər kəs çox vacib şərt kimi qəbul etməlidir. Dünənə qədər mən İranlıyam, mən türk deyiləm, biz İranlıyıq deyə bilən bir topluma bir mesaj verir. Mən türkəm. Və türk hətta bu ölkənin prezidenti də ola bilər.
Bəli. Və qorxmadan türk dilində danışa bilər. İndi hər kəsin özünə türk deməsi üçün o qapılar açıqdır biraz. Və bu milli kimliyin və dilin bərpa olunması üçün çox böyük bir avantaj saxlayır. Və bu avantajı da yaradan Pezeşkandır. Və ona görə deyirəm, Pezeşkan nə mümkün edib.